Hər vaxtınız xeyir. Bu həftə ulduzlar xarakterinizdən yox, birbaşa qarşılaşacağınız hadisələrdən danışır. Bir neçə saniyəyə hər bürcün həyatında baş verəcək o qırılma nöqtəsini və ən kritik tarixləri deyəcəm. Amma ondan dərhal əvvəl bu həftə sizin üçün uğurlu olacaq fərdi rəqəmi öyrənmək istəyirsinizsə, şərhlərdə doğum tarixinizi, gün, ay, il yazın. Mən də hər birinizə o rəqəmi və onun bu həftəlik mənasını cavab olaraq göndərəcəm. İndi isə vaxt itirmədən keçək bürclərə. Qoç, 21 aprel tarixində gözlənilməz bir maliyyə xəbəri ilə qarşılaşacaqsınız. Bu ya çoxdan unutduğunuz bir borcun qaytarılması, ya da iş yerində gözləmədiyiniz bir mükafat ola bilər. Lakin həftənin ortasında, xüsusilə 23 apreldə göy üzündəki gərginlik sizin dilinizə təsir edəcək. Ən yaxın dostunuz və ya iş yoldaşınızla xırda bir anlaşılmazlıq böyüyüb kəskin bir qarşıdurmaya çevrilə bilər. Həmin gün susmağa çalışın. Çünki deyəcəyiniz hər bir sərt söz sonradan sizə qarşı istifadə oluna bilər. Buğa, sizin üçün həftənin ən kritik günü 25 apreldir. Həmin gün həyatınızda elə bir təklif və ya hadisə baş verəcək ki, siz iki yol ayrımında qalacaqsınız. Ya köhnə vərdiş etdiyiniz rahatlığınızda qalmalı, ya da bütün riskləri gözə alıb tamamilə yeni bir yola qədəm qoymalısınız. Bu həm karyera, həm də yaşayış yeri ilə bağlı ola bilər. Ulduzlar deyir ki, cəsarətli olanlar bu həftənin sonunda ən böyük qazancı əldə edənlər olacaq. Əkizlər, 22 aprel günü sizin üçün maskaların düşdüyü gün olacaq. Təsadüfən eşitdiyiniz bir söhbət, ya da sosial şəbəkələrdə qarşınıza çıxan bir məlumat, arxanızca çevrilən gizli oyunları ifşa edəcək. Bu hadisə sizin kimə güvənib güvənməməyinizi aydınlaşdıracaq. Həmin gün emosiyalarınıza qapılmayın, sadəcə müşahidə edin. İntuisiyanız sizə kimin dost, kimin düşmən olduğunu pıçıldayacaq. Xərçəng, sizin üçün həftənin sürprizi keçmişdən gəlir. 21 apreldə illərdir görmədiyiniz birindən və ya köhnə bir sevginizdən gələn zəng bütün duyğularınızı alt-üst edə bilər. Bu insan sizə elə bir təklif edə bilər ki, bütün həftə boyu bu barədə düşünməli olacaqsınız. 24 apreldə isə ev daxilində sənədlərlə, xüsusilə də kommunal və ya bank ödənişləri ilə bağlı diqqətli olun. Kiçik bir diqqətsizlik böyük bir cəriməyə səbəb ola bilər. Şir, 23 aprel tarixində iş mühitinizdə ciddi bir gərginlik gözlənilir. Rəhbərlik və həmkarlarınız arasında yaranacaq bir problemdə hər kəsin gözü sizdə olacaq. Nüfuzunuzun sınağa çəkildiyi bir gündür. Əgər həmin gün özünüzü itirməsəniz və hər kəsə peşəkar tərəfinizi nümayiş etdirsəniz, bu hadisə sizin karyeranızda yüksəlişiniz üçün bir tramplin olacaq. Liderlik keyfiyyətlərinizi göstərməyin tam vaxtıdır. Qız, sizin üçün 25 aprel yol enerjisi ilə gəlir. Bu, həm gözlənilmədən çıxacağınız bir iş səfəri, həm də uzun müddətdir planlaşdırdığınız bir yer dəyişikliyi ola bilər. Həmin gün qarşınıza çıxan insanlarla münasibətinizə diqqət edin. Çünki həmin səyahətdə tanış olacağınız biri gələcəkdə sizin ən yaxın tərəfdaşınız ola bilər. Maddi cəhətdən isə həftənin sonu sizin üçün olduqca bərəkətli görünür. Tərəzi, 21 aprel günü bank işləri, kreditlər və ya ortaq büdcə ilə bağlı uzun müddətdir sizi sıxan bir problem gözlənilmədən həllini tapacaq. Sanki üzərinizdən böyük bir yük götürüləcək. Lakin 23 apreldə heç kimə, hətta ən yaxınlarınıza belə yerinə yetirə bilməyəcəyiniz sözlər verməyin. Planetlərin təsiri ilə həmin gün verdiyiniz sözlər sonradan sizin üçün ciddi bir mənəvi yükə çevrilə bilər. Əqrəb, 24 aprel sizin üçün həftənin qızıl günü elan olunur. Əgər subaysınızsa,
Həmin gün qatılacağınız bir məclisdə və ya sadəcə küçədə gəzərkən talih yüklü bir tanışlıq baş verə bilər. Bu insan sizin həyatınıza elə bir rəng qatacaq ki, aprel ayını heç vaxt unutmayacaqsınız. Münasibəti olan əqrəblər isə 22 apreldə partnyorunuzun hərəkətlərini yersiz qısqanclıqla analiz etməsinlər. Bu, sadəcə ulduzların yaratdığı müvəqqəti bir gərginlikdir. Oxatan 22 apreldə maliyyə məsələlərində çox ehtiyatlı olun. Kimsə sizə çox cəlb edici, amma əslində riskli olan bir investisiya təklifi edə bilər. Tez varlanmaq vədinə aldanmayın. Hər bir məlumatı 2 dəfə yoxlayın. 25 apreldə isə uzaqda yaşayan bir qohumunuzdan və ya dostunuzdan elə bir müjdəli xəbər alacaqsınız ki, bütün yorğunluğunuz bir anda yox olacaq. Oğlaq sizin üçün həftənin əvvəli, xüsusilə 21 aprel sevgi dolu keçəcək. Uzun müddətdir aranızda soyuqluq olan şəxslə barışmaq və ya münasibətləri yeni bir pilləyə daşımaq üçün ən ideal zamandır. Amma 24 aprel günü özünüzü biraz halsız hiss edə bilərsiniz. Səhhətinizdə yaranan kiçik siqnalları görməzdən gəlməyin. Özünüzə istirahət üçün vaxt ayırın. Növbəti həftəyə gümrah başlayın. Dolça 22 apreldə ailə daxilində gizli qalan, bəlkə də illərdir üstü örtülən bir məsələnin üstü açılacaq. Bu xəbər ailə üzvləri arasında biraz gərginlik yaratsa da, əslində bu təmizlənmək üçün sizin xeyrinizə olacaq. Daşınmaz əmlak və ya mənzil məsələləri ilə bağlı sənədləşmə işləriniz varsa, həftənin son günlərini gözləyin. Enerjilər o zaman daha uğurlu olacaq. Balıqlar 21 aprel günü sizin üçün arzuların gerçəkləşmə günüdür. Həmin gün ağzınızdan çıxan sözlərə, daxilinizdə tutduğunuz niyyətlərə çox diqqət edin. Çünki kainat sizin hər bir sözünüzü qeydə alır. 25 apreldə isə yaradıcılıq sahəsində çalışan balıqlar üçün yeni bir qazanc qapısı açıla bilər. Yeni bir layihəyə başlamaq və ya işinizi genişləndirmək üçün ilk ciddi addımı məhz həmin gün ata bilərsiniz. Bəli, əziz izləyicilər, gördüyünüz kimi bu həftə heç birimiz üçün sakit keçməyəcək. Hər bir hadisə bizi daha güclü etmək üçün yaşanır. Videonun əvvəlində dediyim kimi, öz şanslı rəqəminizi öyrənmək üçün doğum tarixinizi şərhlərdə qeyd etməyi unutmayın. Mən hər birinizin şərhini tək-tək cavablandıracağam və o rəqəmin sizə gətirəcəyi müjdəni açıqlayacağam. Videonu bəyənin ki, bu gözəl enerjilər sizinlə qalsın. Və kanalımıza abunə olun ki, gələn həftənin kritik proqnozlarını ilk siz eşidəsiniz. Ulduzunuz həmişə parlaq olsun. Gələn videoda görüşənədək.